Salamlar, hər vaxtınız xeyir olsun. Mən sizə fizikadan başlayacağım. Fizikanın ilk dərsini izah edəcəm. Düzdür, biraz uzun ola bilər, ilk mövzudur. Çünki təkcə mövzu izahı deyillər. Mövzunu ümumiyyətlə fizikanı necə daha rahat, daha yaxşı yazmaq üçün, daha yaxşı başa düşmək üçün, nəticə artırmaq üçün nə lazımdırsa hər bir şeyi mən qeyd edirəm və bilirsiniz ki, məni tanıyanlar bilir ki, PDF-lər necə formada, hansı metodika ilə yazılıb, sizi daha rahat anlaşılacaq formada yazılıb və toplunu yaxşı işləyə biləsiniz deyə nə biliklər varsa, hamısı toplu olaraq buradadır. Deyirlər ki, mənə fizika yazmaq üçün yaxşı riyaziyyat bilmək lazımdır. Əsla xeyr. Lazımdır təbii ki, müəyyən qədər də, yəni hesablamanı, vurmanı, çıxmanı bilsən kifayətdir bu. Amma bizə riyaziyyatdan olan bir neçə dənə bilgilər lazımdır ki, riyazi anlayışlar daha doğrusu, onlar bilməyimiz bizim işimizi rahatlaşdırır. Ona görə də fizikaya başlayanda fizika üçün riyazi anlayışlardan başlayıram. Məsələn, Pifaqor teoremi nədir? Düzbucaqlı üçbucaqdır. Lazerlə göstərim sizə. Düzbucaqlı üçbucaqdır, katetlərdir. Katetlərin kvadratlarının cəmi hipotenuzun, yəni C-nin kvadratına bərabər olur. Bir də burada bir alfa bucağı çəkilib. Alfa bucağın sinus alfa bərabərdir nə? Qarşıdakı katet A-nın, qarşıdakı katetin hipotenuza nisbəti, A-nın C-yə nisbəti. Kosinus alfa nədir? Bitişik katetin B-nin hipotenuza nisbətidir. B bölünsün C. Tangens alfa nədir? Sinus alfa bölü kosinus alfa. Kotangens alfa nədir? Kosinus alfa bölü sinus alfa. Və yaxud da ki, sinus kvadrat alfa üstəki kosinus kvadrat alfa bərabərdir 1. Tangens alfa vur kotangens alfa bərabərdir 1. Bu niyə görə? Deyəcəksiniz ki, müəllimə trigonometriyanı niyə görə saldınız? Çünki orada mütləq ki, bir sual olaraq hər bir bölmədə görəcəksiniz ki, belə deyək də, normalda qrafik bu formada görəcəksiniz. Baxın, amma onun altında qalan bir dənə fiqur olacaq, o da düzbucaqlı üçbucaq olacaq. Aydınmı? Və həmin asılı qrafikin də belə bir bucaq verəcək alfa bucağını. Sən burada tapmalısan sənə verdiyi kəmiyyəti. Yəni artıq bu hər bir dərsdə var. Siz alfanı görən kimi şaşacaqsınız ki, müəllimə bu nədir? Yəni burada çox böyük ehtimalla ən çox kosinus olur. Kosinus deyirəm, tangens olur və yaxud da tərsinəsə kotangens ola bilər. Bunu unutmayın və yaxud da bu belə deyək, trigonometriyanın bu hissəsini bilən uşaqlar və sırazu digər kəmiyyətdə tapa bilirlər. Yəni onlar üçün rahat olur. Gəldik, bizə nə lazımdır? Fiqurların sahəsi. Fizikada bu çox önəmlidir. Fiqurların sahəsi də orada çevrənin uzunluğu lazımdır. Mənə ikinci dərsdə çevrə üzrə bərabər sürətli hərəkətdə. Demək ki, çevrə üzrə olduğuna görə çevrədə gedilən yoldan söhbət gedir. Çevrənin uzunluğu nə qədərdir? L bərabərdir 2 pi r və yaxud da pi-dir ola bilər. Dairənin sahəsi S bərabərdir pi r kvadratı. Üçbucağın sahəsi 2-də 1 AH. Düzbucaqlının sahəsi AB. Yəni uzunluğun n-nin hasili. Kvadratın sahəsi A kvadratı. Trapesiyanın sahəsi A üstə gəl B bölü 2 vur H. Uşaqlar, bu fiqurların sahəsi bizə mütləq lazımdır. Çünki biz qrafikin altında qalan fiqurun sahəsi ilə tapacaq digər kəmiyyəti. Və hər bir dərsdə də siz tanış olacaqsınız ki, bu qrafikin altında qalan sahəni yeni bir kəmiyyət tapdım. Digər qrafikin altında qalan sahəni digər dərsin yeni bir kəmiyyət tapdım. Ona görə siz artıq qrafika indi keçəcəm sizə qrafikləri və siz həmin grafikdən altında olan fiquru tanımalısınız və həmin fiqurun sahəsi bizə önəmlidir. Baxın, indi hardasa deyəcəm. Bərabər təcilli hərəkətdə trapesiyanın sahəsi ilə mən yerdəşmənin düsturlarını aldım. Bu çox önəmlidir. Buna diqqət edin. Bir də kürənin həcmi 3-də 4 pi r kubu. Yaddan çıxartmayın. Fizikaya başlayan zaman bunları, bu bilgiləri, bu anlayışları bilməyiniz sizin işinizi qat-baqat rahatlaşdırır. Kiçiltmələr, bunları oxuyarsınız. Məsələn, 1 meganewton 10 üstü 6-dır, 1 kilonewton 10 üstü 3-dür. Məsələn, siz məsələdir, hesablayırsınız. Axırda deyir ki, kilonewtonla cavabını tap. Aydındırmı? Sonra millinewton 10 üstü mənfi 3-dür, mikronewton 10 üstü mənfi 6-dır, nanonewton 10 üstü mənfi 9-dur, pikonewton isə 10 üstü mənfi 12-dir. Pikonewton o qədər istifadə olunmur, amma digər 5 dənə isə çox istifadə olunur. Ən çox hissi isə kilonewtondur, millinewton da olur. Yadınızdan çıxartmayın. Gəldik nəyə? Faizlə artımı. Bunu mütləq ki, burada öyrənin. Faiz bizə çox lazım olan anlayışlardan biridir.
ədədin faizini tapmaq. Yəni bilirsiniz ki, istənilən bir ədəd verirdikdə sizə o ədəd həmişə 100% olur, həmişə. Yox, o ədədin üzərində hər hansı bir dəyişimlər aparırsansa, çoxaldırsan, artırsan fərqi yoxdur. Onda 100% olmur. Yəni ya 100-dən yuxarı olacaq, ya 100-dən aşağı olacaq. Tam 100 olaraq olmayacaq. Aydındır. İndi sizə bir kəmiyyət verib, həmin kəmiyyət mütləq 100% götürürsünüz. Sizdən məsələn həmin kəmiyyetin 20%-ni istəyirsə, x götürürsünüz. Demək ki, faizi faizin altına yazmaq lazımdır, ədədə ədədin altına. Ondan sonra çarpaz vurub faizi artıq tapırsan ki, 80-in 20%-i 16-dır. Bu belə. Bir də söhbət gedir nədən? Kəmiyyətlərdən. Bilirik ki, düsturlar var, kəmiyyətlər var. Yəni 100% artma dedikdə, 100% artma dedikdə bu 2 dəfə artma deməkdir. Yəni kəmiyyət deyir ki, 100% artırdıq. Yəni sən sırası bilməlisən ki, bu 2 dəfə artırıb da kəmiyyəti. 400% artma deməkdir, 5 dəfə artma deməkdir. Qısacası, dəfə ilə faizi əlaqələndirmək üçün 100-ə bölüb üstünə 1 gəlirik. Dəfə ilə faizi əlaqələndirmək üçün. İstənilən faiz versin, fərqi yoxdur. 100-ə bölürsən, üzərinə 1 gəlirsən, artıq dəfəni tapmış olursan. Ümumiyyətlə, yadda saxlayın ki, sizə yenə dedim, bir ədəd sənə 100% verir. Və bu 100% üzərində nə dəyişiklik yaparırsansa, əgər 30% artırırsansa, sən 100-ün üzərinə 30 gəlib 130% alırsan. 30% azaldırsansa, 100-dən 30'u çıxıb 70% tapmalısan. Aydındırmı? Ədədə də çevirməyi bilirsiniz, rahat olur. Bu belə. Yəni bunlar nədir? Fizikanı yaza bilmək üçün lazım olan anlayışlardır. Ki artıq riyazi anlayışlardır, biz onu bitirdik. Çox işimizi burada həll edir. Qalanı isə fizika məsələsidir. Mən riyaziyyatla verdim. Uşaq gəlir ki, mənim riyaziyyatım zəifdir. Problem deyil. Vurma, toplamanı, bölməni bilirsənsə kifayətdir. Qalanı da praktika ilə daha da yəni düzəldəcəksiniz, o problem deyil. Gələk artıq keçirik nə? Düzdür, qrafiklər də riyaziyyatdan gəlir. Yəni ən çox da fizikada istifadə olunacaq. Demək ki, sabit qrafik. Y bərabərdir konstant. Konstant nədir? Bundan sonra keçəcək. Hər bir kəmiyyət məsələn konstant ola bilər. Sabit, dəyişmir. Yəni nə qədər digər kəmiyyət nə qədər dəyişirsə dəyişsin. Məsələn burada zaman. Bu y-ın qiyməti dəyişmir, hələ 8-də qalır. Və qrafikdə baxın, bax bu formada olur. Bundan sonra belə gördükdə bilin ki, bu sabitdir, dəyişmir. Görürsünüzmü? X-lar artır. 1, 2, 3, 4, 5. X artdıqca yenə y olur, dəyişmir. Buna konstant dedik. Həm də aslı deyil. Digər kəmiyyət nə qədər dəyişirsə dəyişsin, fərqi yoxdur. Y aslı deyil. Aydındır. İkincisi isə düz aslıdır. Yəni, baxaq bura. X artdıqca Y da artır. X artdıqca Y artır. X artdıqca Y artır. Yəni, buna deyirlər düz mütənasib. Tərs mütənasiblik. Baxın, ümumiyyətlə bu formada qrafik görsəz, biləcəksiniz ki, bu düz mütənasibdir. Tərs mütənasiblik isə, baxın, bu formadadır. Biraz əyri formadadır. Yəni, Y azalanda görürsünüzmü, X-in qiymətləri artır. Buna deyirlər tərs mütənasiblik. Əgər düsturda siz kvadrat görsəz, həmin kəmiyyətdən, üstündə kvadrat olan kəmiyyətdən aslı kvadratik aslı deyəcək. Aydındır? Mesela x-in üzərində kvadrat varsa, y x-dan kvadratik aslıdır. Və kvadratik aslı parabolik deyirlər də, bu formada olur. Kök altı aslı, əgər bir kəmiyyət kökün altındadırsa, həmin kəmiyyət məsəl üçün y s-dən necə aslıdır deyək də, kök altındadırsa x, onda kök altı aslıdır. Bu formada. 5 dənə önəmli qrafikimiz var, məncə bu rahatdır. Riyaziyyat da bu da. Qrafik də riyaziyyatdan gəlir. Bilirsiniz, 2 dəfə qrafikləri riyaziyyatdan keçmişik də. Sonra gəlirəm fizikanın axırda və fizikaya giriş. Uşaqlar, mən biraz geniş izah edəcəm, çünki ola bilər bazası olanlar var, bazası olmayanlar var. Amma bu video ümumi uşaqlara atılacaq, ümumi sayta yerləşdiriləcək. Ona görə hər şeyin xırdalığına kimi izah etməliyəm burada. Gördüyün, bildiyiniz ki, mən bunu bilirəm, bu mənim üçün problem deyil, keçə bilərsiniz. Bu da problem deyil. Əgər bilmirsinizsə, çox zəifsizsə, saniyəsinə kimi dinləməyi seçin ki, çox şey öyrənəsiniz. Gələk nəyə? Fizikaya giriş. Uşaqlar, hər bir şey fizikadır. Hər bir şey. Fizikanız yaxşı olsa, sizin dünya görüşünüz həqiqətən 2 dəfə artmış olur. Fizikanız yaxşı olsa. Sizi aldatmaq çətin olur, sizi yalan danışmaq çətin olur. Çünki hər şeyin o qədər fizikasını bilirsiniz ki, yəni bu hadisə niyə baş verdi, niyə oldu? Yəni çox
insanın dünya görüşünü, üfüqünü açır fizika, dərinliyini bilmək. Və təbii ki, məktəb fizikası bilsə sizin üçün kifayətdir. Lazım deyil ali fizika. Fizika nədir? Bizə əhatə edən aləmin quruluşunu öyrədir, xassələrini öyrədir. Orada baş verən hadisələrin ümumi qanunları öyrənir. Yəni bir dənə hadisə nəsə baş verirsə, bunun fizikası var. Yəni bu elə belə baş vermir. Bunun səbəbi var. Aydındırmı? Bunu bilsəz, əla. Fizis sözündən götürüb Yunan sözüdür. Mənası təbiət deməkdir. Yəni təbiət haqqında elmdir. Bütün təbiəti öyrədəcək sənə hər bir şeyi. Və orada baş verən bütün hadisələri. Gələk nəyə? Fizikanın bölmələri var. Ümid edirəm ki, yazı hər bir şey görünür və yaxşıdır. Fizikanın bölmələri: mexanika, molekulyar, elektrodinamika, optika, atom və nüvə fizikası. Və siz bunları, məsələn, birinci hissə və ikinci hissəni təşkil edir. Bu 5 dənə bölmə. Mexanikadan başlayacağım, sonra molekulyar fizikaya keçəcəm, sonra elektrodinamikaya keçəcəm, sonra optikaya, sonra da atom nüvə fizikasına keçəcəm. İş orasıdır ki, bu bölmələr də özü bir neçədən yerə bölünür. Məsələn, mexanika bölməsi. İndi başlayacaq biz mexanika bölməsindən 3 yerə bölünür. Kinematika, dinamika, statika. Kinematika nədir? Hərəkəti doğuran səbəbi araşdırmadan hərəkətin növlərini öyrənir. Yəni, məsələn, stolun üzərindən bir dənə cisim düşdü yerə, düzdür? Bu kinematika bölməsində mən oturub araşdırmıram ki, bu cisim niyə düşdü, hansı səbəbi düşdü, niyə görə də səbəb sual vermirəm. Amma bu cisim hansı hündürlükdən düşdü, yəni nə qədər sürət gedir falan filan, mən bunları artıq bunu araşdıracağam. Aydındırmı? Amma dinamika bölməsində isə bu cisim yerə düşdüsə, mən gedib bunun səbəbini araşdıracağam ki, bu niyə yerə düşdü? Hansı qüvvət təsir edir? Və yaxud da ki, hərəkətdə olan bir cisim niyə görə gəldi, dayandı? Yəni, bu cisim yerindən niyə tərpənmir? Məsəl üçün, hər iki tərəfdən qüvvə təsir edir, eyni qüvvə təsir edir. Niyə yerindən tərpənmədi də, yəni? Aydındır. Bunu öyrənəcək. Statikada isə tarazlıq şərtləri öyrənilir. Aydındır. Bunu da görəcəksiniz. Mexaniki hərəkət cismin fəzada başqa cisimlərə nəzərən yerini yaxud vəziyyətini dəyişməsidir. Məsələn, siz hal-hazırda oturmusunuz dərs otağınızda, öz otağınızda, masanızda və durub mətbəxə gedib su götürüb gəlirsiniz. Artıq siz birincisi öz otağınızdakı dayanmış, sabit günətdə olan cisimlərə nəzərən yerinizi dəyişdiniz. Sonra qapıdan keçdiniz, sonra digər otaqlara keçdiniz və axırda mətbəxə çatdınız, oradakı cisimlərə nəzərən. Onlar yerində qaldı, hərəkət edən sizsiz. Ona görə deyirlər ki, cismin fəzada baş verən cisimlərə nəzərən, cisim fəzada başqa cisimlərə nəzərən yerini dəyişir. Sən yerini dəyişdin, digər cisimlərə nəzərən. Sən artıq mexaniki hərəkət etmiş oldun. Və bu mexaniki hərəkət ola bilər ki, sən irəliləyərək getdin. İrəliləmə hərəkətində yadda saxlayın ki, sənin bütün nöqtələrin eyni istiqamətdə gedir. Yəni, sənin ayaqların burada qalıb başın ora getmir də. Yəni, bütün bədənin eyni istiqamətdə gedəcək və sən irəliləmə hərəkət edəcəksən. Bir də var, fırlanma hərəkəti. Balerinlər, baxın, qoymuşam. Fırlanma hərəkəti nədir? Yəni, bir nöqtəsi üzərində artıq nə edir? Fırlanır. Rəqsə hərəkəti isə eyni hərəkətin təkrarlanmasıdır. Yələncəkdir və yaxud da kəfkirlə saatdır. Buna deyirlər rəqsə hərəkət. 3 dənə hərəkətin növünü bildik. Gələk fizikada bizə tanış olacaq hər dərsdə keçəcək kəmiyyətlər və yavaş-yavaş indi sürəti keçəcək, təcili keçəcək, sonra digər kəmiyyətlərə keçəcək və bu artacaq. Və siz hər bir kəmiyyəti keçən zaman ayırt edə bilməlisiniz ki, bu skalyardır yoxsa vektorial. İndi mən bunların fərqini deyəcəm sizə. Skalyar nədir? Bunun yalnız ədədi qiyməti var. Bu heç bir istiqamət zad yoxdur. Məsələn, kütlə. Kütlənin nə istiqaməti olacaq? Yoxdur da, bir dənə qiyməti var. 5 kiloqram, 10 kiloqram, 25. Zaman. Zamanın istiqaməti necə ola bilər? Heç nə. Yalnız qiyməti var da, ədədi qiyməti var. 5 dəqiqədə, 25 dəqiqədə, saniyədə, 60 saniyədə və s. Həcimdir, sıxlıqdır və s. kəmiyyətlər zamanla keçdiyinə görə özünüz artıq başa düşəcəksiniz. Çətin deyil. Vektorial. Həm ədədi qiyməti var, həm də istiqaməti var. Sürət. Sürətin qiyməti var, bəli. İstiqamət də var, o da bəli. Təcilin istiqaməti var, qiyməti var. Qüvvənin istiqaməti var, qüvvəti var. Yerdəyişmənin istiqaməti var, qüvvəti var, bir də impulsu. Unutmayın, vektorial kəmiyyətlərin hər birinin üzərində vektor işarəsi qoyulur. Vektor işarəsi qoyulur. Bu belə. Bizdə bir də hər dərs keçəndə
həmin kəmiyyəti ölçən cihazla tanış olacaq. Sonra həmin cihaz üzərində bizə nə soruşacaq? Deyir ki, cihazın bir bölgüsünün qiymətini tap. Cihazın nisbi xətasını tap. Ölçmə xətasını tap. Ölçmə xətası, nisbi xəta eyni şeydir. Ölçmə həddini tap. Biz bu lazımdır. Məsələn, mən sizə bunları rahat öyrənmək üçün xəttkeş qoymuşam ki, bilək. Məsələn, xəttkeşdə ən yaxın 2 dənə hansıdır? 3, 4. Başqa da ola bilər. Yəni, yan-yana olan 2 dənə kəmiyyət götürürsən. Aha. 2 dənə kəmiyyət bir-birindən çıxırsan, arasındakı saya bölməlisən. Xətlərin sayına. 4 çıxılsın 3, bölünsün 10. Oldu nə? 0,1 cm. Yəni, qısacası 2 ən yaxın qiymətləri çıxıb, onların arasındakı bölgülərin sayını bölürük. İfsi. Nisbi xəta nədir? Mən tapdığım bir dənə bölgünün qiyməti var da. O bir bölgünün qiymətini 2-yə bölürsən, sən o nisbi xətanı tapırsan. Ölçmə həddi. Mənim xəttkeşim maksimum nə qədər ölçür? 10 cm. 10 cm-dən o tərəfi ölçürmü? Xeyr. Mümkün deyil. Belə. Bir də hər dərs mən sizdən soruşacağım. Unutmayın. Yəni, bu mütləqdir. Mütləqdir. Yəni, bunu əzbərləyin. BC-də 7 dənə əsas vahidimiz var. Bu 7 dənə əsas vahidi indidən öyrənin. Yadınızda qalsın. Uzunluq vahidi metrdir. Kütlə vahidi m kiloqramdır. Zaman t-nin işarə olunur. Vahidi saniyədir. Maddə miqdarı nüylə işarə olunur. Moldur. Temperatur Kelvin. Cərəyan şiddəti i ilə işarə olunur. Amper. İşıq şiddəti kandela olur. Aydındır? Yəni, bunu bilməyiniz mütləq lazımdır. Çünki hər dəfə soruşuram. Bizə ən çox olan, ən çox lazım olan və test toplumun birinci bölməsində, testlərində də ən çox istifadə edəcəyiniz bir şey var, törəmə. İndi ola bilər ki, aşağı siniflər də baxa bilər, buna 11 də baxa bilər, törəməni keçməyə bilərsiniz. Amma mən bunu fizikada burada keçmək zorundayım ki, öyrədirəm ki, çünki bizim digər işlərimizi daha çox rahatlaşdıracaq bir şey varsa, o da törəmədir. Demək ki, törəmə nədir? Baxaq. Sabitin törəməsi 0-a bərabərdir. Sabit nədir? Yəni 5-dir, 6-dır. Bunun qiyməti olduğu kimi qalıb da. Bunu nə dəyişdirə bilər? Heç nə. Məsələn, bu sabit olmaması nə dəyişdirə bilər? 5x. Bu x məchuldur. Bu x-in yerinə hər cür rəqam ola bilər. Ona görə sabit sayılmır. Başa düşdünüz? Yəni, istənilən tək yanında heç bir məchul olmayan bir ədəd, bu sabit sayılır. Sabiti törədəndə bu sənə 0 verir. Çünki heç bir şey dəyişmir də burada. Nə ola bilər ki? Bir də var. X-in törəməsi. Məsələn, bu x nədir? Bu x-in yerinə hər şey ola bilər. Bunu bildik. X-in üstündə 2 olanda nə olur? Bu 2 gəlir qabağa və üzərindən 1 çıxılır. Qayda budur. Həmişə budur. Ki, baxaq. Məsələn, mənfi 5x kvadratıdır, düzdür? Mənfi deyil bu. Sorry. 5x kvadratıdır. Bu 2 keçir qabağa, vurulur. 2-nin üstündən də 1 çıxılır. Həmişə bu belədir ki, üzərindən çıxmalıyıq. O da oldu 10x. Aydındır. Sinus x törəməsi. Burada da var 6x. 6x-in törəməsi nəyə bərabərdir? 6-ya. Niyə görə? X-in üzərində hansı kəmiyyət var? X-in üzərində 1 var, düzdür? Bayaq 2 var idi, xaricə gəldi. O 1 elə onun üzərinə gəlir. O üzərinə gəldikdə mən bir dənə bunu zaritkaya qoymaq zorundayım ki, qələmin zaritkası bitib. X-in üzərində 1 var. O 1 gəlir qarşıya keçir. 6-nı 1-ə vurursan elə oldu 6. X-in üzərində də 1 çıxırsan 0. X-in üzərində 0 mənə nə verir? 1 verir. Ona görə 6-nı elə 1-ə vurursan 6 oldu. Bunu bildik. Sinus x-in törəməsi kosinus x verir. Kosinus x-in törəməsi mənfi sinus x verir. Və x üzərində 0-da mənə həmişə 1 verəcək. Bunu da yazmışam. Bu belə. Yəni, bundan sonra indi mən sizə keçəcəm. Burada qarşıda misallar qoymuşam ki, necə həll olunur. Törəməni bildik. Kinematikanın əsas anlayışları. Maddi nöqtə, hesablama cismi, hesablama sistemi. Düzdür, bunun tərifini bilməliyik. Amma bizə nə qədər vacibdir sual altındadır. Yəni, o qədər də sırası olmayacaq, soruşulmayacaq. Amma yenə də bilmək lazımdır. Maddi nöqtə nədir? Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq qədər kiçik olan cisimdir.
Yəni sən evdəsənsə, hal-hazırda otaqdasansa, sənin ölçülərin nəzərə alınır. Və baş kameradakı ki, drondur. Uzaqlaşır, 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 sənin ölçüləri nəzərə alınmır. Və artıq onun şəraitində, daha yüksək şəraitdə sənin ölçülərin nəzərə alınmır. Sən artıq maddi nöqtəsən. Hesablama cismi. Cismin hərəkəti nəyə nəzərən öyrənilirsə, o hesablama cismidir. Məsələn, adam evə yaxınlaşır. Bu artıq hesablama cismi ev olur. Adam uzaqlaşır, adam evdən uzaqlaşır, ağaca doğru gedir. Amma bu artıq hesablama cismi ağacdır. Bildikmi? Demək ki, hesablama sistemi nədir? Hesablama cismi, onunla bağlı koordinat sistemi və zaman ölçən cihaz birlikdə hesablama sistemi təşkil edir. Cisim, saat, koordinat sistemi. Bu 3 dənəsi hesablama sistemi təşkil edir. Gələk traktoriya məsələsinə. Cismin hərəkəti zamanı cızdığı bir xəttdir traktoriya. Məsələn, qar yağır. Deyək ki, səhər durub görürsünüz ki, orada məsələn heyvan keçib, it keçib, pişik keçib və s. də insan keçir, hər şey ola bilər. Və orada nöqtə-nöqtə ayaq izləri görürsünüz, düzdür? Və o gedən zaman orada bir dənə traktoriya keçib, çəkib, cızıb. Və traktoriya da 2 yerə bölünür. Ya düz xəttdə olacaq, ya da əyri xəttdə olacaq. Bunu artıq bilirik. Bu belə. Bir də mənə nə lazımdır? Yol yerdəyişmə. Baxın, yolla yerdəyişmənin oxşar fərqli cəhətlərinin belə yazmağında səbəb odur ki, topluda düşəcək və yaxud da imtahanda da düşə bilər. Hər şey ola bilər, sala bilərlər də, düşüb neçə dəfə də. Sizə Venn diaqramı yaratsın. Və mən bundan sonra çox şey Venn diaqramı ilə izah edəcəm ki, beyin bir şeyin oxşar və fərqli cəhətləri ilə bir yerdə öyrənəndə o daha tez yadda qalır. Yox, mən yerdəşməyi yolu ayrı-ayrı deyim, o sənin yadında az qalacaq. Bax, yol nədir? Dedik ki, traktori cızdığı xəttdir, düzdür, hərəkət zamanı. Yol isə həmin traktoriyanın uzunluğudur. Yol. Yol, məsələn, skalyardır. Bunun istiqaməti yoxdur ki, skalyardır. Yerdəyişmə cismin başlanğıc və son nöqtələrini birləşdirən bir nöqtəyə istiqamətlənmiş düz xətt parçasıdır. Məsələn, cisim yolda getdi. Bax, bu başlanğıc budur. A budur. Bu da B'dir. Düzdür? Bu yoldur. Yol gedir və bir dənə düz xətt parçası başlanğıc və son nöqtələrini birləşdirir. Buna deyirlər yer dəyişmə. Yer dəyişmə də S-lə işarə olunur. Üstündə vektorial kəmiyyət qoydum. Aydındır. Demək ki, yol skalyardır. Yer dəyişmə vektorialdır. Yer dəyişmə 0 mənfi ola bilər. Həqiqətən ola bilər. Niyə? Sən başlamısan burada gedir, fırlanır, gəlir və başlayır burada. Və başlanğıc nöqtəsi də son nöqtəsi də üst-üstə düşür. Və arasında bir məsafə qalmır da. Nədir? O da 0-dır. Amma yol nə 0 ola bilər, nə də mənfi ola bilməz. Vahidi hər ikisinin də metrdir. Baxın, fərqli cəhətləri rəngləmişəm. Amma digərləri isə də uzunluqdur, şərt. Bir dənə şərtləri fərqlidir. Bir də skalyar 0 olub olmamağı, vektorial olub olmamaqdır. Ölçü lenti ruletkadır. Uşaq ruletka görəndə bilin ki, bu belə xəttkeşdir də. Yəni ölçü lentidir bu. Xəttkeşdir. Ölçü lenti dərzilərdə olan lentdir. Ruletka isə ustalarda olan bu dəmir formasında olur. Belə yumru çəkirsən, ölçürsən. Xəttkeş də sizin əlinizdə olan xəttkeşdir. Hər ikisi də eynidir. Gəldim əsas məsələyə. Fizikanın başlandığı yer. Düzxətli bərabər sürətli hərəkətdən. Məsələn, cisim A nöqtəsindən B nöqtəsinə gəlir. A nöqtəsindən B nöqtəsinə gəlir. X0-dan X-a. Bundan sonra yadınıza saxlayın ki, bir kəmiyyətin başlanğıcı həmişə indeksində 0-la. V0 görəcəksiniz ki, sürətin başlanğıcı. Yəni, bu sürətdən başlayıb. Aydındır. İndeks olmayan da bilin ki, o sonda artıq, son qiymətidir. X0, X. Başlanğıcı X0-dır, sonda X-dir. Vx nəyə bərabərdir? X-dan X0-ı çıxıram, bölürəm T-yə. O da olur X, Sx bölünsün T. Yəni, artıq X-dan X0 çıxıram da, yəni bu nə qədər yol gedib, bu mənə S-i verəcək. Yer dəyişmə olsun, gedilən yol olsun, bundan sonra S ifadə edəcəm. Zaman. İndi V bərabərdir X çıxı X0 bölünsün T. Bu mənim sürətimin düsturudur. Əslində, vahid zamanda koordinat dəyişməsi sürət adlanır. Sürətin, belə deyək də, tərifidir. Amma yadda saxlayın ki, təriflər yaddan çıxsa işdir birdən. Tərifi biz məxrəcdən veririk. Vahid zaman budur. Vahid zamanda koordinat dəyişməsi sürət adlanır. Bu belə. V bərabərdir X çıx X0 böl T-dir. Sonra X çıx X0-ı tapıram nə? Çarpaz vuranda VT-yə. X-i tapıram
x0 üstə gəl vt. Və yaxud da vt-nin yerinə s qoya bilərəm də, haqqım var. Bu belə. Sürət yerdəyişmənin dəyişmə yeyinliyini xarakterizə edir. Sürət vektorial kəmiyyətdir, baxın, və V hərfi ilə işarə olunur. Ölçü cihazı spidometrdir. Əsas cihaz spidometrdir. V bərabər S bölünsün T. S-in vahidi nədir? Metrdir, T-nin vahidi saniyədir. Hər ikisi BC-də əsas vahiddir. İndi bundan sonra sürətin vahidi deyəndə deyəcəksiniz ki, metr və saniyə. Hər bir vahidi yadda saxlayın, imtahana düşür. Demək ki, spidometr əsas cihazdır ki, mən onu spidometr. Maşınlarda görürsünüz də rolun arxasında olan cihazdır. Demək ki, olmaz əgər mənim spidometrim ölçü lenti ilə S nədir? Yer dəyişmədir, gedilən yoldur da. Bunu nə ilə ölçə bilərəm? Ölçü lenti ilə. T nədir? Zamandır. Zamanı nə ilə ölçə bilərəm? Saniyə ölçənlə. Aydındır? Bununla ölçə bilərəm. Çevirmə. Mənə nə lazımdır? Bu mütləq lazımdır. Ən çox səhvlər etdiyiniz bir də imtahanda da bu səhv edirlər. Topulda da bu səhv edirlər. Sınaq yazanda da bu səhv edirlər. Diqqət etmirlər. Sizə bəzən kilometr böl saatının verəcək bir kəmiyyətin qiymətini səndən metr böl saniyə ilə istəyəcək. Aydındır. Və yaxud da metr böl saniyə ilə verib, səndən kilometr böl saatla istəyəcək. Belə deyək də, çevirmələrə fikir verməlisiniz. Ona görə hər zaman deyirəm ki, riyaziyyat kimi deyil fizika. Fizikadan yaxşı yazmaq üçün şərti heca və heca işləmi oxumalısınız. Heca və heca. Çatsın. Hər şeydə diqqət etməlisiniz. İndi bundan sonra sizə deyəcəm o xırda hansı sözlər lazımdır, nə lazımdır ki, onlara diqqət edin. Demək ki, mənə verib nə? 36 kilometr böl saatdır. Mən metr böl saniyəyə çevirməliyəm. Sən bilirsən ki, 1 kilometr neçə metrdir? 1000 yazdım. 1 saat neçə saniyədir? 3600. 36 vururam 1000-ə, bölürəm 3600. 1000 bölünsün 3600. İxtisar aparanda 18-də 5. Yəni ona görə mən 18-də 5 demişəm ki, bunu əzbərləyə bilən uşaqlar elə yazsın, vursun 18-də 5-ə, cavabını tapsın 10 metr böl saniyə. Yəni sənə 36 kilometr böl saat verib, sən sıraz aparıb düsturda vurarsan, qoyarsan yerinə, başqa kəmiyyət alacaqsan. Sonra da gəlməyə deyəcəksən ki, müəllimə bəs alınmadı. Axı orada sən dəyişməmisən. Buna diqqət edək. Gələk nəyə? Düzxətli bərabər sürətli hərəkət. Cisim düzxətli trayektori üzrə istənilən bərabər zaman fasilələrində bərabər yerdəşmələr icra edirsə, onun hərəkəti düzxətli bərabər sürətli hərəkətdir. Bu nə deməkdir? Demək ki, sən 5 saniyədir, sən 5 dəqiqə müddətində eyni qədər yol gedirsən. Digər 5 dəqiqə müddətində də yenə eyni qədər yol gedirsən. Digər 5 dəqiqə müddətində də eyni qədər yol gedirsənsə, onda bu birisi nə deməkdir? Bu o deməkdir ki, sənin sürətin dəyişməyib. Hər bir yolda da 3 dənə yolda da, üçündə də eyni sürətlə getmirsən. Eyni, yəni bərabər sürətlə. Bax, ona görə deyirlər ki, cisim düzxətli hərəkətdir, düzxətli trayektori üzrə istənilən bərabər zaman fasiləsində. Tərif biraz sizə qəribə ola bilər. Cavab nədir? Bərabər zamanlarda bərabər qədər yollar gedirsə, buna düzxətli bərabər sürətli hərəkət edilir. Düzxətli bərabər sürətdir. Baxın, bərabər sürətli deyirsə, sürət dəyişməyib, yəni konstant qalır. Bərabər təcilli deyəndə təcil konstant qalır, dəyişmir. Buna diqqət edirsiniz. Aydındır? İndi düzxətli bərabər sürətli hərəkətdə sürətin qiymət istiqaməti, nə qiymət, nə istiqaməti dəyişməyəcək, yəni konstant qalacaq. Ona görə təcil burada sıfıra bərabərdir. Bunu bura yazmağıma səbəb var. Bunu öyrənəndən sonra topulda qarşınıza çıxacaq. Unutmayın. PDF-i elə formada yazmışam ki, siz başqa heç bir kitabda nəsə axtarmayasınız. Məlumat xarakterli boldur. Bol, yəni mənasız məlumatlar verməmişəm. Mənasız məlumatlar yoxdur heç bir PDF-də. Hamısı işinizi rahatlaşdıracaq, daha qısa yollarla testi yaza biləcəyiniz bilgilərdir. İşte. Gəlirəm hərəkətin qrafiklərinə. Siz bu qrafikləri çözməyə lazımdır. Unutmayın, ilk dəfə fizikaya başlayırsınızsa, siz çətinlik çəkə bilərsiniz. Sizə biraz çətin gələ bilər və bu sizin həvəsdən düşməyiniz sayılmır. Yəni bu olmaz. Sən ilk dəfə başlayanda sənin üçün bu sırazu yaxşı olmaya bilər.
Digər, elə uşaqlar var ki, hə, sırası qavrayır. Elə uşaqlar var ki, qavramır. Yəni, bu sənin savadsızlığın deyil. İlk dəfə mövzuya başlayırsan, ilk dəfə fənni öyrənirsən. Normaldır. Ona görə də ki, çətinliyə baxmayaraq davam etməliyik. Bu belə. Birinci istiqaməti görürsünüzmü? Ümumiyyətlə, siz riyaziyyatdan bilirsiniz də, koordinat oxu. Müsbət hansı rübləri bilirsiniz. Burada rüb lazım deyil, amma biz rüb lazımdır. Hə, digər dərslərdə sizə rüb lazım olacaq. Mənə nə lazımdır? Koordinatın hansı istiqaməti müsbətdir yoxsa mənfidir? Bax, yuxarı istiqamət, bu yuxarı istiqamət müsbət istiqamətdir. Aşağı istiqamət mənfi istiqamətdir. Əgər nəsə qrafik yuxarıda çəkilibsə, mən bunu x oxu istiqamətində deyəcəm. Aşağıda çəkilibsə, x oxunun əksi istiqamətində deyəcəm. Bax, bunu unutmayın burada. Bu belə. Birinci görür ki, bərabər sürətlə hərəkətdir. Ona görə deyirəm ki, x oxu istiqamətində düz xətli bərabər sürətlə hərəkət edir. T oxundan yuxarıdadır. İkincisi isə x oxunun əksi istiqamətində düz xətli bərabər sürətlə hərəkət edir. İkincisinə bax, x oxu istiqamətində düz xətli bərabər sürətlə hərəkət edəcək yenə də. Niyə? S t-dən düz asıldı axı. S bərabərdir vt. T artanda S də artır. Ona görə yenə düz xətli bərabər sürətlə hərəkət edir. S bərabərdir vt-də. T artanda v S də artırsa, onda v demək ki, konstant qalıb. V dəyişməyib. V burada konstant qalmağını göstərir. Sonra əks istiqamətində bunu bildik. Gedilən yol hər zaman bir də yadda saxlayın. V bərabərdə L bölünsün T var. V bərabərdə S bölünsün T. S yer dəyişmədir, düzdür? Mən buna deyəcəm ki, yer dəyişməyə görə sürət. L olanda deyəcəm ki, yola görə sürət. Aydındır. Gəlirəm üçüncüsünə. Üçüncüsündəki rahatdır. Bu dediklərimlə eynidir. Sükunətdə qalır. Bir dəfə oxusaz kifayətdir. Çünki zaten sizə PDF veriləcək. Yadda saxlamaq lazımdır. Hə, baxın, tangens alfa harda lazım olur deyəndə sualın cavabı. Y-ın T-dən asılığı. Biz düz xətli asılıdır. Və bura hissəni Y götürdüm. Bu hissəni də X götürdüm. Və burada bir dənə bucaq verir alfa. Tangens alfa nəyə bərabərdir? Qarşı katetin bitişiyə nisbəti. Onda delta Y bölünsün delta X. Bu belə. Bu düşür, ona görə yazmışam. Elə belə yazmamışam. Bir dənə diqqət etməyiniz lazımdır. Bax bu. Bundan hardasa 7-8 dənə sual var. Və yadda saxlayın ki, X-in və yaxud da S-in T-dən asılığında bu qrafik nə qədər dikdirsə, sürət o qədər böyükdür. Yəni, bucaq nə qədər böyükdürsə, sürət o qədər böyükdür. Niyə görə? Bunu nəzərdə tutun ki, dağ. Dağ nə qədər dik olanda, düz olanda, sən daha sürətlə, daha belə qaza basmalısan, daha böyük sürətlə çıxmalısan ki, oranı aşa biləsən. Ona görə sürət böyükdür. Bunu yadda saxlayın, topun sualıdır. Sonra gəlib deməyin ki, mən bunu yaza bilmirəm, çünki burada vermişəm sizə. Hə, əsas məsələ nədir? Fizikada sizin qarşınıza çıxa biləcəklərdir. Yazmaq üçün lazım olanlardır. Demək ki, koordinatın tənliklərini verir. Bizim tuturumuz nə idi? X bərabərdir. X 0 çıxılsın VT-dir. Və yaxud üstə gəl VT, fərqi yoxdur. Və 2 dənə tənlik verib mənə. X1 bərabərdir 6 çıx 4T. X2 bərabərdir 12 çıx 6T. Və yadda saxlayın ki, bu 6 X0'dır. Bu 4 isə V-dir. Yəni, nəyin yerində durubsa tənlikdə, onun qiymətidir. Məsələn, burada X0 12-dir. Sürətdə -6-dır. Bunu bildik. Sənə deyəcək ki, görüş müddətini təyin edin. Cisimlər görüşəndə koordinatlar bərabər olur. Niyə? Sən görüşürsən, bir də padruqan gəlir, bir yerdə görüşürsünüz, siz eyni yerdə görüşürsünüz də. Necə olar ki, siz bir ayda, bir 2 ayda görür? Bu heç bir zaman olmur. Ola bilər onlayn görüş. Bu nəzərdə tutmuram. Amma real görüşdə koordinatlar bərabər olmalıdır. Koordinatlar bərabərdirsə, sən zamanı tapmaq istəyirsənsə, zamanın görüş müddətini təyin et. Düşünün ki, müddəti təyin etmək üçün onda bunların koordinatları bərabərdir. Yəni, bərabər edin. Koordinatları bərabər edəndə avtomatik tənlik kimi hesablayanda t-ni tapırsan 3. Vəsə. Demək ki, bunlar 3 saniyədə görüşüblər. 3-də görüşüblər. Aydındır? İndi mən t-ni 3 tapmışam, gözəl, pakizə, əntiqə. Görüş koordinatlarını müəyyən edin. İndi sən zamanı bilirsən, mənə lazımdır koordinat. X1 bərabərdir 6-4T. Düzdür? X2 bərabərdir 12-6T. Sən t-ni tapmışsansa, apar qoy 3-ü yerinə də. Hər ikisi də görsən ki, -6-da görüşüb. Vəsə. Koordinatı budur. İkisi də eyni olmalıdır, çünki fərqli ola bilməz axı.
Gəldik nəyə? Görüşənə qədər bu cisimlər nə qədər yol gedib? Nə qədər yol gedib? Birinci yol necədir? S bərabərdir VT ilə tapıram. Düzdür? Mənim T'im var. T'ni 3 tapmışdım bayaq. V-dəki tənliyin özündən tapırsan da V burada -4'dür, burada -6'dır. Təbii ki, sürəti mənfi götürə bilmərəm. Ona görə modulda birini 4, birini də 6 tapıram. S1 bərabərdir. 3 vurulsun 4, 12. O birisi də 6 vurulsun 3, 18 metr. Artıq tapdım. Bu belə. İndi ikinci bir şey var. Burada da bayaq keçdiklərimdir. Burası daha da orada məlumatlar var. Onları da verim. Bunları mən izah etdim. Faizi falan, mexanika, anlayışlar. Baxın. Əgər testdə desə ki, cisimlər görüşür, onunla hər iki cisim koordinatların bərabər götürəcək. Baxın. Bir də ki, bir dənə görürüm uşaqlar dayanıb durur ki, orada sual verir ki, cisimlər hansı anda görüşür? Bu iki dənə belə deyək, trajektoriya üst-üstə düşdüyü nöqtə onun görüşdüyüdür. Məsəl üçün, düşünək ki, bura 4-dürsə, 4 saniyədə görüşür deyə qoyacaqsınız. Gəlirəm, bərabər sürətli hərəkətimiz bitdi. Gözəl, öyrəndik. Nə öyrəndik biz? Fizik, riyazi anlayışları öyrəndik. Fizikanın ilk anlayışlarını öyrəndik, bildik. Sonra keçdik bərabər sürətli hərəkətə, cisimlər haqqında hər şey öyrəndik, koordinatın, nə bilim, tənliyin zadı bitirdik. Əla, super. Gələk indi bərabər təcilli hərəkət. Düz xətli bərabər təcilli hərəkət. Bərabər təcilli də o deməkdir ki, bütün yollarda təcil bərabər olur, dəyişmir. Uşaqlar, siz maşın sürürsünüz, çox insan sürüb artıq bilir və yaxud da görmürsünüz. Siz məsələn müəyyən bir sürətlə 60 sürətlə gəlirsiniz, 60 olmasın, 80 olsun. 80 sürətlə gəlirsiniz və bir döngəni dönməyə lazımdır, bir yola keçməyə lazımdır, belə deyək, dönmək üçün. Sən o gəldiyin sürətlə dönə bilməzsən. Çırpılacaqsan, girəcəksən harasa. Sən ona görə də sürəti azaltmalısan və dönməlisən. Sürəti azaldan zaman nə oldu? Çoxdan aza düşdü, yəni dəyişdi. Bax, təcil ortaya çıxır o zaman. Sürət dəyişən zaman təcil ortaya çıxır. Sürət dəyişdi, artıq o demək deyil ki, sürət bərabərlikdən çıxdı, bərabər ola bilməz. Amma təcil ortaya çıxdı. Təcil burada ortaya çıxır. Cisim bərabər zaman fasilələrində eyni qədər sürət dəyişməsi edərsə, belə hərəkət düz xətli bərabər təcilli hərəkət adlanır. Cismin vahid zamanda sürət dəyişməsi təcil adlanır. A bərabərdir V bölünsün T. V burada delta ilə əvəz olunur. Ümumiyyətlə delta nədir? Delta dəyişmədir. Bir kəmiyyətin son qiymətindən başlanğıc qiymətin çıxmaq deməkdir. Və necə ki, bərabər sürətdə hərəkətdə V-nin T-dən asılılığı konstant idi, yəni sabit idi, dəyişmirdi. Bərabər təcilli də dəyişmir. Ümumiyyətlə, bərabər təcilli hərəkətdə. İndi bundan sonra başa salacağım. Bu hərəkət onu izah edim ondan sonra. A bərabərdir V çıx V0 bölü T. V çıx V0 sürət dəyişməsidir. Все. Cisim vahid zamanda sürət dəyişirsə artıq təcil çıxır ortaya. Vahidin nədir? Metr bölü saniyə kvadratıdır. Hardan almışam? V nədir? Sürət vahidi metr bölü saniyə. Vahiddə artıq T-də saniyədir. Saniyələr aşağı düşür, vurulsun bir-birinə saniyənin kvadratı olur. Demək ki, təcilin əsas cihazı akselerometrdir. Akselerometr nədir? Akselerometrdir. İndi təcilin düsturuna baxırsan ki, V bölünsün T-dir. V hansı cihazla ölçülür? Spidometrlə, T-də saniyə ölçənlə. O da oldu akselerometr, spidometr bölü saniyə ölçən. Olmazsa ölçü lenti və saniyə ölçən. Niyə görə? Spidometr sürəti ölçü cihazıdır. Yəni olmasa hansından istifadə edirəm? Ölçü lenti, saniyə ölçən. Demək ki, mənim akselerometrim olmasa, mən təcili spidometrlə, saniyə ölçənlə, ölçü lenti ilə, bu üç dənə kəmiyyətlə ölçə bilərəm. Bu lazımdır. Ona görə bunu qeyd etmişəm. Gəldik nəyə? Bərabər təcilli hərəkət növləri. Ən önəmli budur. Elə bir ki, çox şeydə bunun üzərinə düşəcək. Bərabər yeniləşən, bərabər yavaşan. Sizə bildirim ki, bu dərs bərabər sürətli, bərabər təcilli, bir də çevre üzrə bərabər sürətli. Bu iki dənə mövzunu qəşəngcəsinə bilsəz, yəni fizika gedəcək. Ən önəmli bu iki dənə mövzudur. Bu iki dənə mövzunu daha mən uşaq yuxudan duran kimi sırası deməyənə qədər əl çəkmirəm də, yəni əzbər soruşuram. O iki dənə mövzunu bilsə, artıq digər mövzular rahatlığından gedəcək. Yəni bir problem qalmayacaq. Digərləri rahatdır çünki. İlk mövzular biraz sizə çətinlik gətirə bilər, ondan sonraki rahatdır.
Bərabər təcilli hərəkət iki yerə bölünür. Yeyinləşən və yavaşlayan. Nədir bu? Yeyinləşən hərəkətdə sürətlə təcilin istiqaməti eyni olur. Məsələn, siz yolda gedirsiniz, sizin arxanızdan bir dənə külək vurur, düzdür? Külək vuranda sən biraz daha sürətlə gedirsən də və yeyinləşən, yeyin hərəkət edirsən. Yəni daha biraz sürətlə hərəkət edirsən. Yox, sən yol gedirsən və sən üzünə əks istiqamətə külək vurursa, sən daha sürətlə gedə bilmirsən, yavaşlayacaqsan. Ona görə yavaşan hərəkətdə sürətlə təcilin istiqaməti əks olur. Yeyinləşən hərəkətdə isə eyni istiqamət olur. Yeyinləşəndə eyni istiqamətdə olduğuna görə bucaq 0, yavaşanda isə 180. Önəmlidir, topluda düşür. Bunu bildik. Və mənə nə lazımdır? Bunları birləşdirib yazmışam sizə. Demək ki, biz indi artıq mövzunu öyrəndən sonra keçəcəyik topluya. Topluda görəcəksiniz ki, cisim tormozlayır, cisim dayanır, cisim yavaşlayır, sükunətdədir, sərbəst düşür. Deyəcəksiniz ki, müəllimə, bu sual, bu sözləri niyə verir? Niyə onun haqqında məlumat verir? Ona görə verir ki, sən bilməlisən ki, sən hansı sürəti 0 etməlisən. Yəni, əgər cisim tormozlanırsa, cisim dayanırsa, yavaşlayırsa, bu deməkdir ki, cismin son sürəti 0'dır. Gəlir birdən-birə tormozlayır, son sürət artıq 0'a düşür də. Cisim sükunətdədirsə, sərbəst düşürsə, yeyinləşirsə, sən şu bilməlisən ki, başlanğıc sürətə 0 qoymalısan. Artıq düsturda sən başlanğıc sürətdən istifadə etməli deyilsən və yaxud da son sürətdən istifadə etməli deyilsən, 0'a bərabər etməlisən. Aydındır? Bu belə. A bərabərdir, V çıx V0 bölünsün T'dir. V çıx V0 bərabərdir AT. T'ni də tapırıq, V çıx V0 bölünsün A. Bu mənə lazımdır. Gələk əsas məsələyə, fiqurun altında qalan sahə. Demək ki, burada V'nin T'dən asılığı əslində bax budur. Başlanğıc sürət budur, son sürət budur, bax budur. Normalda bax budur. Bax qrafikasında budur. Amma bunun altında bir dənə fiqur qalır. Bu fiqura diqqətlə baxsaq, bu sənə düzbucaqlı trapesiyanı verir. Düzbucaqlı trapesiyanın sahəsi nə idi? Oturacaqların cəmi böl yarıya, vur 2'yə. Bir oturacaq V0'dır, ikinci oturacaq V'dir. Topladım, böldüm 2'yə, vurdum hündürlüyə. Hündürlük də bax burasıdır, bunun T'sidir. Və yeni bir kəmiyyət, yerləşmənin düsturu çıxdı. S bərabərdir V üstə gəl V0 bölü 2 vur T. Bu birinci. İkinci düstur V0 üstə gəl AT kvadratı bölü 2. Üçüncü düstur V kvadratı çıx V0 kvadratı bölünsün 2A. İndi əgər sənə desək ki, sərbəst düşür, sükunətdədir, yeyinləşən hərəkət edir və sən burada son sürəti 0'a bərabər qoyacaqsan. Nə olacaq? S bərabərdir VT. S bərabərdir AT kvadratı bölü 2, S bərabərdir V kvadratı bölü 2. Rahat, əla, heç bir şey yoxdur. İndi mənə nə lazımdır? Yeyinləşən hərəkət, yavaşan hərəkətin qrafikləri. Çox şey bunun üzərində olur. Səhv etmirəmsə. Burada düz PDF açmışam. Törəmən burada da izah etmişəm. İndi mənə lazımdır, bax bu. Yeyinləşən, yavaşan hərəkətin qrafikləri. Bu qrafikləri bilmirəm. Necə öyrənirsiniz, nə tür öyrənirsiniz? Əzbər formada etməlisiniz. Yəni, tutmalısınız məntiqi. Ümumiyyətlə, sürətin zamandan asılılığı həmişə belə düz xətlər olmalıdır. Yavaşlayanda da, yeyinləşəndə də. Yeyinləşəndə görürsən ki, sürət atdığı zaman artdıqca sürət artır. Yavaşanda görürsən ki, yavaşlayır, axı sürət azalmalıdır həmişə. Sürət yavaş-yavaş zamana görə azalır. Bunu bildik. Amma S-in T'dən asılığı isə kvadratik asılıdır. Niyə görə? T'nin kvadratı var üstündə. Mən dedim ki, üzərində kvadrat varsa, demək ki, kvadratik asılıdır. Parabolik. Baxın, S-in T'dən asılığı belədir. Zamanla artır, yeyinləşən hərəkətdə, yavaşan hərəkətdə isə zamandan azalır. Qrafiklərin şeylərini bildik. İndi mənə nə lazımdır? Bunun işarələri lazımdır. Çünki sənə qrafik verməyəcək. Sənə verəcəyi bir şey var. O da təcillə sürətin işarəsinə baxıb, əks istiqamətdə, demək ki, koordinatın əks istiqamətdə olmağı, koordinat istiqamətində olmağı, yeyinləşən və yavaşan olmağını səndən istəyəcək. Nə ilə? Venn diaqramı ilə. Ona görə bilməyə lazımdır. Bax, yeyinləşəndə dedim ki, həmişə. Bu, ümumiyyətlə, müsbət istiqamətdir, bu mənfi istiqamətdir. Əgər müsbət istiqamətdən başlayıbsa, V0 həmişə müsbət olacaq. V0 müsbətdirsə, yeyinləşən hərəkətdirsə, onda da müsbət olacaq. Onda V bərabərdir, V0 üstə gəl AT. Bu 0'dan başlayıb. Bunun başlanğıc sürəti 0'dır. Ona görə başlanğıc sürəti 0'sa bu yoxdur. Qalacaq təkcə bir dənə AT. Əks istiqamətdə baxıram. Əks istiqamətdə başlayıb. Demək ki, V0 mənfidirsə və yeyinləşən hərəkətdə istiqamət eyni olmalıdır, işarə eyni olmalıdır. Ona görə təcil də mənfi olmalıdır. Aydındır, mənfi V0 çıxsın AT.
Sıfırdan başlayırsa mənfi AT olacaq. İfsi qutardı getdi. Yavaşlayan hərəkətdə biri mənfi, biri müsbət olmalıdır. Əgər müsbətdən başlayıbsa V0 müsbətdirsə, təcinin mənfi olacaq. Mənfidən başlayıbsa təcinin müsbət olacaq. Başa düşdük bunu? Necə rahatdır. S bərabərdir V0. T üstəgəl AT kvadratı. X-a baxmayın, koordinata görədir. Orada böyük bir şey yoxdur. Demək ki, dedi ki, X müsbət istiqamətdədir də, düzdür. Bu istiqamətdəsə S bərabərdir V0 T üstəgəl AT kvadratı B2. Görürsən ki, ikisinin də işarəsi müsbətdir. Aşağıda hər ikisinin işarəsi mənfi olmalıdır. Çünki mənfi yerdə başlayıb. Yeyinləşəndə. Burada bu mənfidir, bu da müsbətdir. Yox, sorry, mən niyə belə edim? Bura müsbətdir, bura mənfidir. Demək ki, bu istiqamətdə müsbətdən başlayıbsa V0 müsbət olmalıdır. Yavaşlayandısa əksinə olmalıdır təcinin mənfi. Bax, burada mənfidən başlayıbsa təcədə müsbət olmalıdır. Əksi də olmalıdır ki, yavaşlayan hərəkət olsun. Törəməni izah etdim. Burada baxarsınız istəsəz, burada. Bunu necə istifadə edəcəyik? Sənə tənlik verib. X bərabərdir 12 üstəgəl 3D üstəgəl 4T kvadratı. Yadda saxlayın ki, X-dan törəmə alanda sürəti verir sənə. X-dan törəmə alsan sürəti. Törəməni də bax, belə ştrixdir üstündə. Sabiti törəməsi də 0-dır. 3T-nin törəməsi. Bunun üzərində 1-də axı. Bu 1 gəlir, dəyir bura. 1 vurulsun 3. 1-dən də 1 çıxır. Üzəri olur 0. T-nin üzərində 0 mənə 1 verir. 3-ü 1-ə vurdum, elə oldu 3. İndi bu 2 var axı. 2 keçir qabağa. 2 vur 4, 8. 2-dən də 1 çıxılır, olur 1. Olacaq 8-dir. Yəni, sürəti tapacağım burada. Tənliyi, sürətin tənliyi. V bərabərdir 3 üstəgəl 8-dir. Qutardı. 3 burada başlanğıc sürətdir. T-nin yanında da təcil olmalıdır. Bu qədər rahat. Mən nə lazımdır? N-ci saniyədə gedilən yol. Sükunət halından başlayırsa V0 0 qoyacaqsın. Amma düsturum nədir? SN bərabərdir. A vurulsun 2N çıx 1 bölü 2. Qutardı. Bu sükunətdə başlayıb. Sükunətdə başlamayıbsa onu V0 çıxılsın. A vurulsun 2N çıx 1 bölü 2. Bu belə. Gəldik orta sürət. Biraz uzun oldu, amma 2 hissəyə bölüb baxa bilərsiniz. Bir dəfəlik çəkdim. 2 hissəyə bölüb baxa bilərsiniz. Gələk orta sürət. Orta sürət nədir? Cismin hərəkət müddətində getdiyi yolun ümumi zaman olan nisbətidir orta sürət. Və orta bərabərdir S ümumi bölünsün T ümumi. Yəni, ümumi nə qədər yollar gedibsə, onların hamısını toplayırsan, bölürsün, ümumi nə qədər zamanı gedibsə, onların hamısını toplayırsan. Yəni, S1 üstəgəl S2 üstəgəl S-in bölünsün T1 üstəgəl T2 üstəgəl T-in belə getdi. Və yaxud da mən orta sürəti tapmaq üçün mənə S-dən T lazımdır. Mənə S-i verməyib. Mənə nə verib? V ilə T-ni verib. Axı, mən S1-i tapa bilərəm V1 vur T1-lə. Ona görə S1-in yerinə yazıram V1 vur T2. Üstəgəl V2 vur T2. Nöqtə V-in T-in. Bölünsün T1 üstəgəl T2 yerində yazıram. Əgər n ardıcıl zamanlardadırsa, T1 T2 T-nə bərabərdirsə, onda T1 T2-yə bərabərsə orta sürət necə tapılır? V1 üstəgəl V2 bölü 2. 3 dənə T-lər bir-birinə bərabərdirsə, 3 dənə V1 üstəgəl V2 üstəgəl V3 bölünsün 3 sayına görə bölürəm. Məsələn, bayaq mənə S-i verməmişdi, V ilə T-ni vermişdi. S-i necə tapmışdım? V1 vur T1-lə. İndi T-ni verməyib, S-lə V-ni verib. Necə tapacam? S1-ləri yuxarıda olduğu kimi yazdım. T1-in yerinə yazdım S1 böl V1. T2-in yerinə yazdım S2 böl V2. Vəsə. Gedilən yollar bərabər olarsa, sənə S1 ilə S2-in bir-birinə bərabər deyirsə, orta sürət necə tapacaqsan? 2 vurulsun V1 vur V2 bölünsün V1 üstəgəl V2. 3 dənə olanda 3 vurulsun V1 V2 V3 bölünsün V1 vurulsun V2 üstəgəl V2 vur V3 üstəgəl V1 vur V3. Bu qədər. Mexaniki hərəkət. Yanınızda saxlayın. Cisimlər eyni istiqamətdə gedirsə, cisimlərdən söhbət gedəndə maşınlar olsun, fərqi nədir? Eyni istiqamətdə gedirsə, bir-birindən çıxırsan. Əks istiqamətdə gedirsə, bir-birinə nəzərən tapanda toplanılır sürətlər. Bu cisimlər üçündür. Və digər təkcə, yəni orta sürətdə, nisbi sürətdə qarşınıza çıxacaq bir şey deyil bu. Bu, digər dərslərdə də olacaq. Cisimlər hansı istiqamətdə gedirsə, məsələn, impulsla qarşınıza çıxacaq. Və onu yaxşı burada bilin. Bir də var ki, bunun əksi. Bu, kater məsələ və eskalator məsələ üçün uyğun deyil. Kater məsələsində çaydır, çayın üstündə bir dənə kater gedir.
Bunlar eyni istiqamətdə sürəti gedirsə, onda bunlar toplanılır bir-birinə nəzərən sürəti. Yox, əks istiqamətdə gedirsə burada çıxılır. Eskalatorda da eynən elədir. Sən eskalatorun çıxma istiqamətində, sürət istiqamətində minmisən və o istiqamətdə gedirsənsə, eskalator yuxarı çıxırsa, sən də yuxarı çıxırsan. Onda sürətləriniz toplanılacaq. Eskalator yuxarı çıxır, sən aşağı düşürsənsə, çıxılacaq. Bu qədər. Ümid edirəm ki, yaxşı başa düşdünüz. Bunu əslində hər ikisini de bir yerdə etdim ki, sizin üçün ayrı-ayrı videolar olmasın. Bir video olsun. Başa düşdüyünüz yerləri çəkə bilərsiniz, amma sıfırdan başlayırsınızsa, yəqin ki, hər bir nöqtəyə kimi baxmısınız. Ümid edirəm ki, başa düşmüsünüz. Sizə uğurlar arzu edirəm və başa düşmədiyiniz yerlərdə soruşmağı unutmayın. Fikirləriniz də mənlə bölüşün ki, izahımı başa düşürsünüz, yoxsa yox. Ümid edirəm ki, hər şey yaxşı olar. Uğurlar arzu edirəm.